2 manata, 1 manata, 50 qəpiyə burada elə şeylər tapmaq olar ki, uzun video olacaq. Videoları izlərkən bəyənməyi və səhifəmizə abunə olmayı unutmayın ki, paylaşımları qaçırmayasınız. Çünki çox adam məsələn ki, video paylaşmışsa qardaş xəbərimiz olmayıb. Çünki videoları izlərkən bəyənmirsiniz. 2 dənə buton var orada. Onu basmaqla valla dünya dağılmaz. Bəyənmə butonu və abunə ol butonuna basın ki, möhtəşəm endirimlərimizi, möhtəşəm videolarımızı qaçırmayasınız. Sabunçu bazarı da bura bu günlərin həftənin bazar günüdür. Həqiqətən bizə çoxlu mesajlar gəlir ki, bəs bazar haqqında uzun videolar paylaşa bilərikmi? Biz gələ bilmirik, heç olmasa videolardan baxaq görək gəlməyə dəyərmi, dəyməzmi? Uzun videonu sizlər üçün çəkirik və görürsünüz ki, bazarda çox şey tapmaq olur və burada hər qiymətli bir şey var. Bəzi adamlar elə bir ki, burada nə gəlsə hər şey 1 manatlı, 2 manatlı elə deyil. Hər şeyin öz qiyməti var. Burada 1 manat nəsə ala bilərsən, burada 5 manat nəsə ala bilərsən. Bazar böyük bazardır. Adətən çalışın həftənin bazar günü gəlin. Çünki adam var yazır ki, 5-ci gün gəldim, bazar bağlı idi. Bazar bağlı olmur, sadəcə olaraq bu cür çöldə barda yarmarka olmur. Və çalışın yağışlı havalarda gəlməyin. Keçən həftənin bazar günü bilirsiniz ki, yağış olmuşdu. Burada bütün Bravo'nun qabağına qədər, düz dizə qədər yağış suyu var idi. Ona görə bazar olmadı. Yəni hər qiymətə burada şeylər var. Məsəl üçün bu qablar hamısı Sovetin qablarıdır. Keçmiş Alman qabları da var bu qardaşın polkasında. Yaxşı qablar var, hamısı da bahalı qiymətə satılır. Mağazalarda lakin qardaş ucuz qiymətlərə verir və yaxud da ki, burada nə var? Telefonlar görürəm, buradan keçmiş pullar görürəm. Bu nə pullardır belə bir dənə yaxından baxaq. Baxın, bu cür pullar var, hansı ki, keçmişin pulları da gördüyünüz ki, vaxt gələcək bunların bir dənəsinin qiyməti olmasın olacaq. Məsəl üçün, mən keçən dəfə 100'lüklər almışdım, bir dənəsinin 1 manata aldım açıq deyim. Sovetin 100 rubullarını almışam, bir 10-15 dənə təptəzə. Heç qatlanmayıbdı, bir dənəsinin 1 manata aldım. Düzdür, lazım olacaq, vaxt gələcək, yenə deyirəm, hər şeyin öz vaxtı var, vaxt gələcək ki, onlar heç iğnə yaxtasını tapa bilməzsiniz. Bazarı reklam etmirik. Bunu hər dəfə deyirik, sadəcə maraqlı deyənə gəlib çəkib paylaşırıq. Bu qiymətə də qantel olar. Sabunçu bit bazarına təbii ki, tapı olan ucuz qiymətə qantellər də satır. İzləyəcəyimiz çox xoşu və gördüyünüz kimi satışda var. Televizorlardır, video magnitofonlardır. Hətta elə keçmiş magnitofonlar var ki, qudusuna qədər, böyündəki maçaqasına qədər üzərində qalıb gördüyünüz kimi. 24 manat axırda bu günlərim günlük havadır və gördüyünüz kimi artıq bazar var. Bazar ümumiyyətlə çox adam soruşur ki, nə vaxt işləyir. Bazar adətən 6-cı və bazar günləri olur, lakin bazar günü daha da belə deyək ki, gür olur bazar. Telefonlar qavqacaq soruşdan izləyəcəyimiz də var. Az öncə digər videoları paylaşmışıq, izləyə bilərsiniz. Çünki səhifəmizdə videolar çoxdur. Hər həftənin 6-cı bazar günü gəlirik. Sizlər üçün maraqlı çəkişlər edirik ki, siz də baxasınız, paylaşasınız, izləyəsiniz, səhifəmizə abunə olasınız. Və görürsünüz bu cür qab-qacaqlar burada həddindən artıq çoxdur. Keçmiş qablar da hamısı, nə bilim, xalalar, bibilər yaxşı bilər bunu. Mariana qablar deyirlər, nə bilim, Sovetin qablardır. Samovarlar hər qiymətdə satılır burada. Samovar var burada 50 manata, samovar var bazarda mən görmüşəm 2000 manata. Çünki hərəsinin öz qiyməti var. İlinə görə, litrajına görə qiymətlər dəyişir. Qədimi samovarlar da var təbii ki. Və yenə deyirəm, hər şeyin öz qiyməti var təbii ki. Bax, burada qəşəng qablar var. Hansı ki, bu dəqiqə istehsalı yoxdur bunların. Keçmişin vaxtında, keçmiş zamanda istehsal olunmuş Alman qablarıdır, Sovetin qablarıdır. Buradan gəlib əldə edə bilərsiniz. Təbii ki, dərsdir, heç bir istifadə olmamışdı mən deyərdim. Maraqlı bazardır və maraqlı şeylər çox tapmaq olar. Gördüyünüz kimi alüminium qazanlar var, senilər və bu xalalar ümumiyyətlə hər həftənin bazar günü burada yaxşı şeylər gətirib satırlar. Maraqlı bazardan gəlib əldə edə bilərsiniz. Lazım olsa keçmiş xalçalar da soruşan izləyicimiz çoxdur və var keçmiş xalçalar. Düzdür, xalçalar bahadır, amma dəyər o qiyməti açıq deyim. Çünki yenə deyirəm, bunların tikişi, toxunuşu hamısı keçmiş zamanda olan haqq hesablardır. Nə qədər olmasa da mağaza qiymətlərindən qat-qat aşağı verilir. Onu da əminliklə deyə bilərik təbii ki. Və yenə deyirəm, dönə-dönə xatırladım ki, bazarı biz reklam etmirik. Biz bazarda heç nə satmırıq. Bəziləri heç video baxmadan, eləmədən biz yazırıq ki, sən kart və pul atım, da filan şeyi qoy qırağa, sən kart və pul atım, filan şeyi göndər mənə. Qardaş, bizim bazarda polkamız, yerimiz yoxdur, əzizlərim mənim. Biz sadəcə olaraq maraqlı gələn şeylər sizlər üçün çəkilib paylaşırıq. Mağazalardan, bazarlardan, yarmarkalardan. Zaten səhifəmizə girsəz görəcəksiniz ki, biz Bravolardan, Arazlardan, Megastorlardan və digər böyük mağaza şəbəkələrdən endirimlər çəkilib paylaşırıq və bazarda da sizlər üçün maraqlı gələn şeylər sizlər üçün çəkilib paylaşırıq. Kim nə istəyirsə kommentarda yazsın ki, qardaş, mən üçün filan şey tapa bilərsəm bazardan çəkib paylaşa bilərik sizlər üçün. Amma yenə xatırladım ki, biz bazar reklam etmirik. Bu sözdə niyə özəlliklə təkrar edirəm? Çünki bəziləri ki, sən reklam etdiyin bazardan gəldim, mən filan şey tapmadım. Qardaş, biz bazar reklam etmirik. Reklam o demək ki, nəyinsə qarşılığında pul alasan, çəkəsən, paylaşırsın. Biz heç kəsdən 1 manatda pul almırıq. Sadəcə olaraq maraqlı şeyləri özümüz üçün gəlirik, çəkirik, paylaşırıq sizlər üçün. Ən çox verilən suallardan biri odur ki, bazara necə gələ bilərik? Bazara çox rahat və sadə gələ bilərsiniz. Koroğludan avtobuslara əsasən də 62 saylı avtobus düz bazarın içinə qədər düşür. Baxın, burada mayak saatları var, hansı ki, endirimsiz qiyməti 35 manatdır. Vallahi yenə deyirəm, bazardır. Sadəcə bazarda bazarlıq eləmək lazımdır. 35 manat deyirsə, təbii ki, aşağıda yeri var. Mən elə biləm 20-25 manat almaq olar. Çünki burada məsəl üçün mən keçən bazar şahidi oldum ki, 160-170 manatlıq samavarı qardaş 120 manata aldı. Yəni bazarda yenə bazarlıq eləmək lazımdır. Elə hər deyən qiyməti o saat verməyin. Çalışın bazarlıq edin, qiyməti öldürün və ala bilərsiniz təbii ki. Bunlar gördüyünüz hamısı yəni keçmişdə istehsal olunan qab-qacaqlardır. Bu cür bunun bu dəqiqə istehsalı yoxdur. Sovetin vaxtından qalan bu cür qablar burada çox tapı olur təbii ki. Uzun uzadı danışıb yormaq istəmirəm. Sadəcə baxın video 12 dəqiqəlik videoda baxın. Kimin nə maraqlıdırsa şərhlər bölməsinə yazsın və yenə deyirəm videoları izlərkən bəyənib dostlarınızla paylaşmağı da unutmayın. Bəyənib səhifəmizə abunə olmağı unutmayın ki, növbəti paylaşımlarda sizə bildirimlər gəlsin.
Ne var? Biz var da. Bu materialdan yoktu. Gel, gel. Buradan geliş, buradan geliş çeşitli.
bir al getir bizden manyalı. Bir de geç. Baş çıkandı. Buyurun. Orada geldi bir şey yok der, onu yaparım ne çalım o dersen. Esasım o. Yemedi içip sen ya. Yok hiç. Açıl işte ha. Hava geçmişim bunu. Ne kadar döşey vurup. Bizim anki de öyle. Daha. Onlar gene yaxşıdır. Bunlar öyle 3 ayda buradadır yeter. 3 ayda görürüm bunu. Ne oğlum ha? Derhanadır.